Bugünkü ofumu tapım. Bugünlerde insanlar tez-tez sosyal medya hesaplarına şirket elektron poçtlarıyla daxil olurlar. Google'da şirketin e-mail adresiyle axtarış edeyim. Hah, budur, tapdım. Şirket e-mail adresiyle sosyal medyaya abone olan başka bir şəxs. İndi bu hesaba elektron poçt gönderim. Əməkdaşımız e-maili açmağa tərəddüd edir. Əsla açmayın. Tərəddüd edirəm, açmayacağım. Hə? Həqiqətən enlirim var. Görəsən, linki açsam, bir baxım. Görəsən hansı endirimlər var? Xeyr, bunu etməyin. Nə ola bilər ki? Axı heç nə olmayacaqdı. Əməkdaşımız vəziyyəti IT komandasına bildirir. Sən neynədin belə? Artıq edə biləcəyimiz heç nə yoxdur. Qurum məlumatlardan xilas eləmək üçün məcbur pul ödəməliyik. Kimdən gəldiyi bilinməyən şübhəli e-mailləri açmamalısınız. Onları görən kimi silməlisiniz. Qurum e-mail adresləri şəxsi məqsədlər üçün istifadə edilməməlidir. Bu cür fırıldaqlarda zərərli şəxsə pul ödənilsə belə, faylları bərpa etmək mümkün olmayacaqdır.